Ölçüləri və yükləri şəkildəki kimi verilən metal küllər arasında qarşılıqlı təsir qüvvəsi F1, külləri toxundurub eyni məsafəyə araladıqdan sonra qarşılıqlı təsir qüvvəsi F2 olarsa, bu qüvvələrin nisbətini bizdən istəyir. Biz buradan eyni məsafəyə araladıq üçün məsafə dəyişmir. Lakin əvvəlki qarşılıqlı təsir qüvvəsini təyin etsək, F1 bərabərdir K, Q vurulsun 9Q, bilirik ki, yüklərin modulların hasilə düz mütənasibdir. Coulomb qüvvəsində mütləq qiymət götürülür, modul götürülür. Ona görə burada məsafənin də ümumi məsafə, bilirsiniz, mərkəzlər arasındakı məsafədir. Oranı da D verib, o da olacaq D-nin kvadratı. Sonra isə toxundurub araladıqdan sonra yüklərini təyin edək. Biz bilirik ki, birinci kürənin yükü Q1 bərabərdir. Q1 plus Q2 bölək R1 üstə gələk R2 vurulsun. R1 olacaq, müxtəlif ölçülü olanda. Yəni, mənfi Q üstə gələk 9Q bölək R-ləri toplayanda isə eləyir 4R vurulsun. Birinci kürənin yükünü axtarırıqsa 3R olacaq. Buradan R-lər ixtisar gedir, bərabər olur. 8-i 4-ə böləndə eləyir, yazaq 8Q bölək 4 vurulsun 3. 8 ilə 4 ixtisar gedir, qalır 2. Burada cavab eləyir 6Q-yə. İkinci kürənin yükünü də eyni şəkildə tapsaq, yenə də eləyəcək 8Q bölək 4R. Sadəcə vuraq, burada R olacaq. R-lər ixtisar getdi. 8 də 4-ə böləndə eləyir 2. Eləyəcək 2Q-yə bərabər. Və toxundurub araladıq və ondan sonra qarşılıqlı təsir qüvvəsini tapsaq, F2 də bərabər olacaq. Yenə də K 6Q vurulsun 2Q bölünsün D-nin kvadratı. Məsafə dəyişmək üçün eyni şəkildə saxlayırıq. Bu da olur 12K Q kvadrat bölək D kvadrat və F1-in F2-yə nisbətini təyin etsək, burada 9-dur, burada 12-dir. 9-un 12-yə nisbətidir. İxtisar aparsaq 3-ə, burada 3, burada qalır 4. Eləyir cavab 3 bölünsün 4. Doğru cavab C variantı. Çeviri üzrə hərəkət edən P, R, S simlərinin sürətləri şəkildəki kimi V-dir. P-nin R-ə nəzərən nisbi sürətinin R-in S-ə nəzərən nisbi sürətinə nisbətini hesablayaq. P-nin R-ə nəzərən nisbi sürətini təyin edəndə nəzərən sürətlər burada çeviri üzrə hərəkətdə biz baxırıq ki, P-nin R-ə nəzərən sürətlər arasındakı bucaq 120 dərəcədir. R-in S-ə nəzərən sürətində təyin etsək, orada da sürətlər arasındakı bucaq 120 dərəcə olacaq. Ona görə də nəzərən sürətlər, nisbi sürətləri eyni olduğu üçün nisbəti 1-ə bərabər olacaq. Doğru cavab B variantı. Şəkildə təsvir olunmuş blokda ipdə yaranan gərilmə qüvvəsini hesablayaq. Tərpənməz blokda gərilmə qüvvəsinin düsturu var. 2 M1 vurulsun M2 bölək M1 üstə gələk M2 vurulsun J. Və biz buradan T-ni hesablasaq edəcək 2 M1 vuraq M2 vuraq J də 10 bölək M1 üstə M2 gəlində edir 8. 8 ilə 2 ixtisar gedir, qalır 4. 10 ilə 4 2 ixtisar gedir. Burada qalır 2, burada qalır 5. Buradan da cavab bizə verir 75 bölünsün 2. Doğru cavab C variantı. Bunu bölə bilərik də, sadəcə kəsir şəklində saxlaya bilərik. 5, 5-im 25, 25 3 oranında 75 Newton. Doğru cavab C variantı olacaq. Şəkildə təsvir olunmuş cisimlər sistemi sərbəst buraxılan zaman ipdə yaranan gərilmə qüvvəsi 36 Newton olarsa, 36 Newton olarsa səthdəki sürtünmə əmsalını hesablayaq. Biz baxırıq ki, burada sərbəst buraxılmış cisimlər sərbəst buraxılan zaman burada ipdə yaranan gərilmə qüvvəsini hesablamaq istəsək, bu cisim aşağıya doğru 60 Newton qüvvə ilə ağırlıq qüvvəsinin təsiri altında hərəkət edir. Gərilmə qüvvəsi də 36-dır və 4 kiloqram kütləli cismi də həmin 60 Newtonlu kütləli cisim dartı qüvvəsi ilə təsir göstərir. Hərəkətin əksinə yönəlmiş sürtünmə qüvvəsi isə μ-mg düsturundan təyin olunur. Sürtünmə əmsalını biz təyin etmək üçün burada cisimlər arasındakı
Deməli, burada sərbəst buraxıldığı üçün cisimlər təcillə hərəkət edirlər. Birinci bu sistemin təcilini təyin edək və təcilini təyin edəndə yazarıq ki, onda MA bərabərdir 60 çıxılsın 36-ya. Buradan da M 6 kiloqramsundur təbii. 6A bərabərdir 60-dan 36 24. Cismi sistemin təcilini tapırıq, eləyir 4. Sonra isə bu hansı təcillə aşağı düşürsə 4 kiloqram kütləsində həmin təcillə sağa doğru hərəkət edir. Ona görə də burada da artıq alırıq ki 4A bura üçün yəni M A bərabərdir. Bu dəfə T çıxılsın, müəmmiyə götürərik, sürtünmə qüvvəsi. Deməli 4 vurulsun 4 bərabərdir. T-ni zaten 36 verib. İplərdəki bu tərpənməz blokda gərilmə qüvvələri eynidir, çıxaq. MG isə sadəcə 40 kiloqramlıq cismə sürtünmə qüvvəsi təsir etdiyi üçün o biri havadadır. Ona görə də yalnız 4 kiloqram kütləli cismə təsirdən ağırlıq qüvvəsini götürürük. Və buradan da münü təyin edəndə 0,5 doğru cavabını alırıq. Doğru cavab D variantı. Sarğaz olan dəyişən cərəyan dövrəsinə tezliyi 3 dəfə azalan zaman sarğazın induktiv müqaməti necə dəyişər? İnduktiv müqamət XL bərabərdir omega L-dir, o deyilir 2 pi nu L və tezliklə görürük düz mütənasibdir. 3 dəfə azalan zaman 3 dəfə azalacaq. Doğru cavab A variantı. Elektromagnet dağları fəzada yayılan zaman maqnit induksiya vektoru ilə intensivli vektor arasındakı bucaq 90 dərəcə olur həmişə. Çünki eyni fazda rəqs edirlər və aralarındakı bucaq 90 dərəcə olur. Doğru cavab C variantı. EHG-nin vahidinin müqavimətin vahidinə nisbəti ilə bərabər olan fiziki kəmiyyət hansı cihazla ölçülür? Elektrik hərəkət qüvvəsinin vahidinin müqavimətin vahidinə olan nisbətini bizdən istəyir. Elektrik hərəkət qüvvəsinin vahidi volt, müqavimətin vahidi ohmdur. Volt bölünsün amper volt bölünsün ohm bizə amperi verə bilər ohm qanuna görə. Ona görə də ampermetrlə ölçülür cərəyan şiddəti. Doğru cavab C variantı. Üfüqi səthi üzərinə hərəkət edən L və M arabacıqlarından L-in M-ə nəzərən sürəti neçə V-dir? Cisimlər bir-birinə nəzərən əks istiqamətdə hərəkət etdiyi üçün nəzərən sürəti 4V-yə bərabər olacaq. Doğru cavab E variantı. Havadakı müqavimət qüvvəsi nəzərə alınmayan şəraitdə şəkildəki vəziyyətdə hərəkətə başlayan K, L, M cisimlərinin yerə çatan andakı sürətləri arasındakı münasibəti təyin etməliyik. Birinci cisim K cismi sərbəst düşür. L cismi şaquli yuxarı atılıb, maksimal hündürlükdən, həmin hündürlükdən yenə sərbəst düşür. Amma M isə başlanğıc sürətdən yerə atılır və onların sürətlərini müqayisə etmək istəsək, təbii ki, burada K və L-in sürətləri bərabər olacaq. Çünki başlanğıc sürətdən L nöqtəsindən atılsa da, maksimal hündürlükdən yenə sərbəst düşür. Eyni hündürlükdən sərbəst düşdüyü üçün K və L onların yerə çatan andakı V düsturuna görə V bərabər kök altına 2GH düsturuna görə onların yerə çatan andakı sürətləri eyni olacaq. Lakin M-in başlanğıc sürəti başlanğıc sürətdən atıldığı üçün onun M-in sürəti bu şəkildə olacaq. Kök altında V0 kvadrat plus 2GH. Ona görə də yerə çatan anda sürəti daha böyük olacaq. Ona görə doğru cavab B variantı olacaq. Sürtünməsi üfüqi səthdə sükunətdə olan 5 kg cisimlərə cismə təsirdən qüvvənin yerdəşmədən asılı qrafiki şəkildə kimidir? 6 metr yolun sonunda cismin sürətini hesablayaq. Biz bilirik ki, F-in S-dən asılı qrafikinə görə görülən iş fiqurun sahəsidir və kinetik enerji haqqında teoremdən istifadə edib biz həmin görülən işə görə sürəti təyin edə bilərik. İndi birinci buradakı fiqur sahəsini təyin edirik. Birinci trapesiyanın sahəsini tapsaq 20 üstə gələk 10 bölək 2 vuraq 2 2'lər qısar gedir. Birinci yer 30 bu trapesiyanın sahəsini tapdım. Alt oturacağı 20 üst oturacağı da 10'dur. Sonra düz bucaqlığın sahəsini tapırıq. Bu oldu S1. S2'ni təyin edirik. 2'ni vururuq. 10'a eləyir 20. Sonra isə buradakı fiqurun sahəsini tapırıq. S3 bərabərdir. 2 vurulsun mənfi 10 eləyir mənfi 20. Bunlar bir-birini sıfıra çevirdi. Və bundan sonra isə sürəti işdə A bərabərdir 30'dur və MV kvadrat bölü 2 düsturuna görə buradan da V bərabərdir. Sükunət olduğu üçün kinetik enerji haqqında teorem MV kvadrat bölü 2 minus MV0 kvadrat bölü 2 idi. Sadəcə sükunətdə olan olduğu üçün başlanğıc sürət 0'dır və buradan son sürəti təyin edirik. 2 vurulsun 30
bölünsün m-ə. O da bərabərdir. Kök altında 2 vurulsun 30, 2 vurulsun 30 bölək m-dəki 5-dir. 30-u 5-ə bölürük eləyir 6. 2-ni 6-ya vuranda eləyir 12. 12-ni də yazarıq kök altında 3 vurulsun 4. 4-dən kökdən 2 çıxır. 2 kök altında 3 edəcək. Doğru cavab 2 kök altında 3 B variantı. Şəkildəki kimi cisim kinetik enerjinin yerləşmə asılı qrafik verilmişdir. Hansı aralıqda əvəzləyici qüvvə 0-a bərabərdir? Biz bilirik ki, əvəzləyici qüvvə bərabər sürətli hərəkətdə 0-a bərabər olur. Newtonun birinci qanuna görə 2 aralığında kinetik enerji dəyişmədiyi üçün bərabər sürətli hərəkət edir cisim. Ona görə də 2 aralığında əvəzləyici qüvvə 0-a bərabər olacaq. Doğru cavab B variantı. 2 kiloqram kütləli cismin impulsunun zamanlaması qrafiki şəkildə kimdir? Bu cismin 4 saniyə sonunda yer dəyişməsini hesablayın. İmpulsun zamandan asılılıq qrafikinə görə biz qüvvəni, yer dəyişməni bizdən istəyir. 4 saniyə biz sürət zaman qrafikinə keçsək, yer dəyişməni rahatlıqla təyin edə bilərik. Biz bilirik ki, V bərabərdir P bölünsün M-ə. V-nin T-dən asılı qrafik forması eyni şəkildə olacaq. Sadəcə P-ni M-ə bölməliyik ki, V-nin son qiymət, V-nin başlanğıc son qiymətini təyinləyək. 12-ni 2-yə böləndə eləyəcək 6, son sürət 6-dır. 4-ü də 2-yə böləndə eləyəcək 2 və salam. Buradan da biz 4 saniyə sonunda yer dəyişməni fiqur sahəsi şəklinə təyin eləyə bilərik. S bərabərdir 6, üstə gələk 2, bölək 2, vurulsun 4 olacaq. 4 ilə 2 xısar gedir, qalır 2. 6-ın üstünə 2, 8, 8 2-yə vuranda eləyəcək 16 metr yer dəyişmə icra edəcək. Doğru cavab C variantı. Çəkisi nəzərə almayan bərabər bölgülü linkdən 12 kiloqram çəkiyə malik yük asılıb. Buna əsasən ixtiyarla gəlmə qüvvəsini hesablamalıyıq. Biz birinci K cisminin çəkisini təyin etməliyik. Çəkisi nəzərə alınmayan deyirsə, linkin çəkisi yoxdur. Ona görə tarazlıq şərtini yazaq. Linkdə tarazı 12 vurulsun 2, yəni qüvvə vurulsun qolu bərabərdir. FK vurulsun qolu, yəni 3. 12 ilə 3 gedir, burada qalır 4. FK cisminin çəkisi 8 Newtona bərabər imiş. Sonra isə ixtiyarla gərilmə qüvvəsi bunların cəminə bərabər olacaq. Yəni 12 üstə gələk 8 eləyəcək 20 Newton. Doğru cavab D variantı. Elektrik yükü, elektrik sahəsi potensialının BC-də vahidi nədir? Elektrik sahəsi potensialının vahidi voltdur. Doğru cavab A variantı. Kondensatorlar batareyasının ümumi tutumu neçə J-dir? Neçə C-dir? Deməli, biz baxırıq kondensatorlar ardıcıl birləşdirilib. Ardıcıl birləşdirmədə 1 bölünsün C ardıcıl bərabərdir. 1 bölünsün C1, üstə gələk 1 bölünsün C2, üstə gələk 1 bölünsün C3 olacaq. O da bərabərdir. 1 bölünsün 12C, üstə gələk 1 bölünsün 6C, o da üstə gələk 1 bölünsün 4C olacaq. Ortaq məxrəc burada 12C olar. Buranı deməli 2-yə, buranı isə 3-ə vurmalıyıq. 5 üstə 6. Buradan da C ardıcıl bərabərdir. 12C bölünsün 6-ya, yəni 2C-yə bərabər olacaq. Doğru cavab olacaq A variantı. Şəkildə cəryan axan iki naqil təsvir olunub. Aralarındakı məsafə eyni olan K və L, M nöqtələrindən hansında maqnit induksiya vektoru şəkil müstəvisən bizə doğru yönələr. Biz maqnit induksiya vektorunun istiqamətini bilirik ki, sağ yivli burğu qaydasından təyin edirik. Baş barmağımızı biz əlimizlə də bunu edə bilərik. Burğunun ucunun irələmə hərəkəti naqildən axan cəryan istiqamətini biləyimizə doğru, dəstəyin fırlanma istiqaməti isə induksiya vektorunun istiqamətini göstərəcək. Eyni qayda ilə biz həm X-a, həm də Y-ə axan cəryanın istiqamətinə görə induksiya vektorlarının istiqamətini təyin etsək, deməli, baş barmağımızı 2-yi cəryan istiqamətinə yönəltdik, dəstəyin fırlanması isə induksiya vektorunun istiqamətini göstərəcək. Yəni, bizdən biləyimizə doğru fırlasaq, bizdən şəkil müstəvisinə doğru olacaq. Yəni, X olacaq. Bu cəryanın bu hissəsi X olacaq, bura isə nöqtə olacaq. Eyni şey bu bir cəryan üçün etsək, yox, onun sağ tərəfi yenə də X olacaq, sol tərəfi nöqtə olacaq.
Bizə sual verir ki, KL nöqtələrinin hansında maqnit induksiya vektoru şəkil müstəvisindən bizə doğru olar. Biz baxırıq ki, burada 2 i cəryanı yaradır, burada 1 i cəryanı yaradır. 2 i cəryanının yaratdığı maqnit induksiyası daha çox olduğu üçün bura daxildə induksiya yekun induksiya X-a çevrilmiş olur. Ona görə də K nöqtəsində induksiya vektoru şəkil müstəvisindən bizə doğru yönəlmiş olacaq. Doğru cavab olacaq yalnız K, A variantı. İnduksiyası B bərabərdir 2 vurulsun 10 üstü mənfi 4 Tesla olan elektron bu qədər sürətlə, yəni V bərabərdir 9,6 vurulsun 10 üstü 7 metr bölək saniyə sürətlə atılır. Elektronun hərəkət etdiyi çevrənin radiusunu hesablamalıyıq. R bərabər sual. Radiusun maqnit sahəsinə hərəkəti zamanı yüklü zərrəciyin radiusun düsturu MV bölünsün QB-dir. Verilənləri qoyub hesablasaq R bərabərdir. M 9 vurulsun 10 üstü mənfi 31 V 96 vurulsun 10 üstü 6 bölək Q 16 vurulsun 10 üstü mənfi 20 B 2 vurulsun 10 üstü mənfi 4 2 vurulsun 10 üstü mənfi 4 olacaq. Və biz buradan ixtisarları aparsaq 10 üstü mənfi ilə 31 gedir qalır burada mənfi 11 mənfi 4 ilə də mənfi 11 gedir qalır burada mənfi 7 10 üstü 6 ilə də 10 üstü mənfi 7 gedir 10 üstü mənfi 1 qalır. 96-nı 16-ya bölsək burada 6 qalır. 6 ilə 2 ixtisar gedir. Burada qalır 3. 9-u 3-ə vuranda eləyir 27. Sadəcə 10 mənfi 1 qaldığı üçün 2,7 olacaq. Doğru cavab B variantı. İnduksiyası 2 vurulsun 10 mənfi 7 Tesla olan maqnit sahəsinə 2 amper cəryan axan zaman KL naqlinə təsir edən maqnit qüvvəsini hesablayın. Burada amper qüvvəsini hesablamalıyıq. F amper bərabərdir BIL düsturundan hesablanacaq. Sinus alfanı götürmürük çünki induksiya vektorundan cəryanın bir-birinə qarşılığı perpendikulardır. Sinus 90 dərəcədə bir qiymət alır. Və buradan da hesablasaq B 2 vurulsun 10 üstü mənfi 2 I amper cəryan şiddəti 2 naqilin uzunluğu isə 0,2 olacaq. O da bərabərdir. 8 vurulsun 10 üstü mənfi 3 Newton. O da eləyir 8 milli Newton. Və yaxud da ki, elə cavab 8 vurulsun 10 üstü mənfi 3 Newton şəklində verilib. Doğru cavab D variantı. Şəkil 1-də maqnit sarğac daxilinə salınır. Şəkil 2-də sarğac sarğaca yaxınlaşdırılır. Şəkil 3-də isə açar açılıb bağlanır. Hansı halda induks ampermetr cəryanın yarandığını göstərəcək. Hər üç yolda yaranacaq. Çünki hər bir halda qapalı konturda induksiya cəryanı yaranır. Doğru cavab Y variantı. Tutumu 2 vurulsun 10 üstü, tutumu 2 vurulsun 10 üstü mənfi 6 farad olan, tezliyi isə 3-də 1 vurulsun 10 üstü mənfi 3 hertzdir. Tutum müqavimətini istəyir. XC bərabərdir 1 bölünsün 2 pi nu C olacaq və XC-ni hesablasaq eləyəcək 2 pi 6-dır. Nu 3-də 1 olduğu üçün 3 surətə qalxır. Vuraq 10 üstü mənfi 3-dür. C-dəki 2 vurulsun 10 üstü 10 üstü mənfi 6-dır. Burada müsbət 3 olacaq. Bunu da düzəltmək lazım. Və burada ixtisar gedəndə mənfi 3 ilə onsuz müsbət 3 gedir. Qalır burada mənfi 3. Surətə qalxanda 6 ilə 3 ixtisar gedir. 2-də 4-də 1 eləyir 0,25 vurulsun. 10 üstü müsbət 3 o da eləyir 250 ohm. Doğru cavab Y variantıdır. Eyni müqavimətlər sürtünməsiz üfüqi səthdə şəkildəki kimi hərəkətsiz tutulur. Maqnitlər. Bir də eyni maqnitlər sürtünməsi üfüqi səthdə şəkildə kimi hərəkətsiz tutulur. Maqnitlər sərbəst buraxılarsa hansılar mənfi X istiqamətində hərəkətə başlar? Biz baxırıq ki, maqnitlər bir-birinə qədər yaxın olarsa, onlar arasında qarşılıqlı cazibə qüvvəsi bir o qədər güclü olacaq və yaxud da qarşılıqlı təsir qüvvəsi bir o qədər güclü olacaq. N ilə N burada baxsaq, bir-birini itələyir. Bu itələdiyi üçün müsbət deməli L cismi mənfi X tərəfə, M cismi isə
müsbət x tərəfə hərəkət edəcək. Burada isə s ilə s bir-birini yenə də itələyir, amma burada məsafə böyük olduğu üçün bunun itələmə qüvvəsi daha kiçikdir. Nəinki bu m-in itələmə qüvvəsindən. Ona görə də m-in itələmə qüvvəsi daha böyük olacaq, nəinki bunun itələmə qüvvəsindən. Və ona görə də cavabımız olacaq L ilə K mənfi x istiqamətində hərəkətə başlayacaq. Doğru cavab D variantı. L və K. K güzgü üzərinə düşən işıq şüasının yolu şəkildəki kimidir. Bu cismin L güzgüsündən qayıtma bucağını hesablamalıyıq. Bilirik ki, güzgüyə düşmə bucağı qayıtma bucağına bərabərdir. Hansı bucaq altına düşürsə, həmin bucaq altında da qayıdır. Bura 25-dirsə, burada 25 dərəcə olacaq və burada 90 dərəcə olduğu üçün və üst bucağın daxili bucaqların cəmi 180 dərəcə olduğu üçün bura 90-dır, ora 25-dirsə, digər tərəfsə 180-dan, yəni ki, digər qonşu bucaqların cəmi 90 olması üçün digər bucaqda 65 dərəcə olacaq. Bura 65 dərəcədir. Deməli, düşmə bucağını tapsaq perpendikulyar endirməliyik. 90 bu düşmə bucağı budur. Alfa düşmə bucağıdır. 90 dərəcədən 65-i çıxsaq, 90 dərəcə, çıxaq 65 dərəcə. O da bərabər olacaq 25 dərəcəyə. 25 ilə düşürsə, 25 dərəcə ilə də qayıtmış olacaq. L güzgüsündən qayıtma bucağı olacaq 25 dərəcə. Doğru cavab A variantı. İnduktivliyi 4 Henry olan, L bərabərdir 4 Henry olan cəryanlı sarğı açısının cəryan şiddətinin zamansı qrafik şəkildəki verilmişdir. Öz-özünə induksiya ehegəni bizdən istəyir. Y bərabərdir mənfi L, delta I bölünsün delta T. Buradan da hesablasaq Y bərabərdir L 4 vurulsun delta I 8 bölünsün delta T'dəki 0,5'dir. 8'i 0,5'ə 32'ni bölürük 0,5'ə eləyir 64 volt. Periyodik yayılan elektromat dalğasının 1-ci və 7-ci dalğa təpələri arasındakı məsafə 120 cm-dir. Gəlin çəkək dalğaların, elektromat dalğaları N nədir? Belə göstərək dalğaları təxmini. 1-ci təpə, 2-ci təpə, 1-ci və 7-ci dalğa təpələri. 3, 4, 5, 6, 7. Hər təpə arasındakı məsafə bir dalğa uzunluğunu bizə verir. Bizə artıq buradan görünür ki, neçə dalğa uzunluğu 120 cm-dir. 2, 4, 6 dalğa uzunluğu 120 cm olarsa, onda bir dalğa uzunluğu olacaq 20 cm. Yəni 0,2 metr olacaq. Dalğanın yayılma sürəti 10 cm V bərabərdir. 10 cm bölü saniyə verdiyi üçün biz elə santimetrlə də saxlayaq. Buna ehtiyac olmadı. Və buradan da V bərabərdir. Lambda bölünsün T düsturundan istifadə etsək T-ni tapsaq T bərabər olacaq. Lambda bölünsün V-yə. Buradan da T bərabər olacaq. Lambda yəni 20 bölünsün V-dəki 10. Santimetrə ixtisar gedəcək, qalacaq 2 saniyə. Doğru cavab olacaq 2. Xarici müqaviməti, elektrik kütləsi daxili müqaviməti olan dövrdə cəryan şiddətini hesablamalıyıq. Biz birinci tam müqaviməti tapaq. 3R paralel qoşulubsa sayına bölünür. 3R-i 3-ə böləndə bura R eləyir. R-lə də R ardıcıldır. R ümumi müqavimət olacaq 2R. Yəni 2 vurulsun 4 eləyəcək 8, 10. Və I də bərabərdir qapalı dövrə üçün omqanı Y bölünsün R plus R düsturuna görə I-ni tapsaq, epsilon bölünsün, yəni 15 bölünsün, 8 üstə gələk, daxili müqavimət 2. 15-i də 10-a böləndə eləyir 1,5 amper. Doğru cavab olacaq 1,5 amper. İşıq şüası havadan şüşənin üzərinə düşən zaman bucaqlar şəkildə kimi olarsa doğru olan ifadələri seçməliyik. İkinci mühitin sındırma əmsalı kök altda içə bərabərdir. Sındırma əmsalını tapmaq üçün sınma qanunu yazmalıyıq. Sinus alfa bölək sinus beta bərabərdir. N2 bölək N1. Sinus alfa sinus 60 dərəcədə alır kök altda 3 bölək 2 bölək. Sinus beta sinus 30 dərəcədə alır 2-də 1. Bunlar ixtisar gedib bərabərdir. N2 bölünsün. Havanın da sındırma əmsalı 1-dir.
ve buradan da n2'ni tapsaq doğrudan da kök altı 3'e bərabərdir. 1 doğrudur. İkinci mühiti sındırma əmsalı 2 kökdayız yanlışdır. İşıq ikinci mühitə keçən zaman dalğa uzunluğu azalır. Bəli, sınma qanununa görə bucaq dalğa uzunluğu ilə düz mütənasib olduğu üçün bucaq azalırsa dalğa uzunluğu da azalır. Doğru cavab 3'dür. İkinci mühitə keçən artır səhvdir. İkinci mühitə keçən zaman sürət də azalır. O da doğrudur. 1, 3, 5 doğru cavab. Euler-Venn diaqramına uyğun bəndləri qeyd etməliyik. Nisbi rütbət, bir də mütləq rütbət. Psixrometrlə ölçülür. Psixrometrlə ölçülür nisbi rütubət. Faizlərlə ölçülür, o da nisbi rütubət. Fiziki kəmiyyətdir hər ikisi. Ədədi qiymətsə havanın 1 kubmetr həcmindəki suyun kütləsinə bərabərdir, mütləq rütubət. Vahidi qram bölək kubmetrdir, o da mütləq rütubət. Doğru cavab A, B, C, D, E. 20 ohm müqamətli dəyişən cəryan dövrəsində cəryan şiddəti qanunla dəyişir. Bu dövrədəki orta gücü wattla hesablamalıyıq. P orta bərabərdir. İm kvadrat RT. İm kvadrat. Baxaq. İm kvadrat R bölək 2. İm burada 8 kök altda 2'dir. İmin kvadrat 8 kök altda 2'nin kvadrat edir 16 vurulsun 2, yəni 32, R 20 bölək 2, ixtisar gedir, qalır 320 watt. Sistem tarazlıqda olduğu zaman bilərək ikinci yükün kütləsini kiloqramla hesablayaq. Sistemin tarazlıqdadırsa, o demək ki, bunun havadakı M1 kütləli cismin havadakı çəkisi bir tərpənən blokda olduğu üçün M2'nin maydakı çəkisinə 1 minus rho maye bölünsün rho cisim bölü 2. Bu münasibəti var. Yəni bir mayede bir havada olduğu üçün və tərpənən blokunda 2 dəfə qazancını nəzərə alsaq bu şəkildə təyin edə bilərik. Və buradan ikinci yükün kütləsini bizdən M2'ni istəyir. Buradan da alırıq ki 2M1 bərabərdir. M2 vurulsun, 1 çıxılsın. Rho maye bölü rho cismin yerinə yazıram 4'də 3. Alırıq ki buradan M2 lap qoyaq yerinə 2 vurulsun M1 1,2 bərabərdir M2 vurulsun. 1'dən 4'də 3 çıxanlar qalır. 4'də 1. Buradan da 2'ni 1 onda 2'yə vuranda 2 onda 4. 2 onda 4'ü də 4'ə vuranda 9,6 eləyir. Yəni M2 bərabər olacaq 9,6 kiloqram. Bir Y elementi 2 alfa 4 beta çevrilməsindən sonra X elementinə çevrilir. Bu Y elementinin sıra nömrəsini təyin etməliyik. Y elementi parçalanır. 2 alfa, 2 helium 2 4'ə çevrilir. Bir də 4 beta elektron mənfi 1 0. Bir də X nüvəsi əmələ gəlir. Bu da 84 214'dür. Sıra nömrəsi bizə aşağı rəqəmləri göstərir. Ona görə aşağını tapmaq bizə kifayətdir. 2 2'yə vuranda eləyir 4. Çıxaq. 4'ü mənfi 1'a var. Mənfi 4 elə üçün üstə gəli olmalı. Sadəcə mənfi 4'ü çıxaq. Plus 84. 4 4'ü aparır, qalır 84. Sıra nömrəsi 84 demiş. Doğru cavab 84 olacaq.